Dostlar, bildiğiniz kimi biz yeni bir seriye başlamışız. Bilirsiniz ki hamının, yani hamı bir ölkəyə aiddir. Bir ölkənin insanıdır, bir dinin insanıdır. Yəni hamımıza maraqlı olub ki, görəsən öz ölkəmizi qurub öz qərarlarımızı versəydik nə olardı? Diktators oyununda bunu öyrənə bilərsiniz. Mən isə bu günləri öz ölkəmi qurdum. Part 2 çəkirəm və İranı almağa çalışırıq. Bilirsiniz ki, İran Naxçıvanı bomba atıb. Ona görə. Həm ona görə həm də ölkəmizi Azərbaycandır. Gürcistan və Ermənistan almışdım. Amma yenə də şeylər. Ermənistan aldılar. Rusiyalı ermənilərə verib. Və aha. İndi isə əslində Türkiyəni də ala bilərik. İran da ala bilərik. Amma İranla nəsə mənə nətər deyim, şəxsi qərəziyim var. Birinci nüklər atırıq. Gözlə. Bəlkə əskərimizi biraz da gücləndirək. Vəssalam, bu qədər bəsdir. Birinci atom nüklər atırıq. 155, 150, 155. Bəli, İran seçib atırıq. İran. Yani İran burada değil. Bəli, İran. Bu tuşa bastığım anda nüklər gələcək. 1, 2 və 3 bastıq. Asiya askeri üstünüzdən qalxdı. Yəni qalxdı deyəndə ki, belə şeydən nüklər qalxdı. Nüklərin bədəni çıxdı, düşdü dənizə, amma nüklərin əsas hissəsi bəli 35-35-35-ə düşməlidir. Bütün dünyanı sarstı bu. 20 və 20-yə düşdü. Yəni hərəsindən 50 puan gedirmiş. Ancaq mən elə bilirdim hərəsinin yarısı gedirmiş. Bəli, hərəsindən 50 puan gedirmiş. İndi isə saldırırıq və İranı özümüzə qatırıq. Amma keçən videoda dediyim kimi İranın, yəni alandan sonra İranın əskəri gücünü artıracam ki, yenidən İranı almasınlar. Çünki çox gücünü almışam buranı. İranda isə meyvə çiftliyi var, dəmir ürətilər, kimya fabrikası, petrol və heç nə. Saniyədə 14 qazanırıq altın. Bəli, indi buranı. Aha. Buranla yüksəldirik və bu qədər. Yəni pulumuz olduqca təbii ki, pulumuzu çoxaldıb gəlib buranda alacaq. Amma bu Ermənistanı alırıq. Çünki yəni orası da bizim idi. Aldığımız yerlərin gücünü artırmalıyıq. Çünki gəlib təzə nə alırlar? Və son 18 ölkə. Ondan sonra isə Türkiyəni alacaq. Yəni öz ölkəmizə qatacaq. Alacaq deməyək ki, onlar yəni dostluqda olarlar. Və buranın da gücünü artıracaq Ermənistanın. Allah eləməsin, yəni mən Ermənistanın
gücünü artırım ama yani şeyde orada elə ki oranı yenidən almasınlar diye yine ben 159 tane ölkədən 8'in almışıq. Daha doğrusu yani benim için yani özüme göre 1, 2, 3 ve 4 ölkəmiz var. 4 ölkəni, daha doğrusu 3 ölkəni özümüzə qatmışıq. Yəni ki Azərbaycan hələ ki böyüyür də, böyüməkdədir. Bəli, bunu istədik. Aha. İndi də bir də hədəf seçək. Nüklər alanda Türkiyəni alarıq. Amma indiki hədəfimiz Irak oldu. 50 0 yok 55 0 50 oldu. Güzel. Şimdi buranı 55 eləməliyik. Neyse sağ olun dostlar, görüşene dek. Bugünler sizlerle İran'ı aldık. İran'daki askerlerimizin gücünü geliştirdik. Ve İran'ı Azerbaycan'a kattık. Gelen videolarda da yani böyle videoların gelmesi için bu videoya 20 like gelmesi lazımdı. Sağ olun. Görüşene dek.